Biraz öncə onu diqqətə çatdırmaq istəyirəm ki, Ukraynanın Xarici İşlər Naziri Rusiya ilə savaş başlayandan ilk dəfədir ki, ziyarət etdiyi MDB ölkəsi var, o da Azərbaycandır. Təkcə söhbətə regionundan getmir, həm də bütövlükdə əgər siz Ukraynanın Xarici İşlər Nazirlərinin hansı ölkələrə getdiyinə diqqət yetirsəniz, savaş başlayandan özü bəri onların arasında MDB dövlətlərinin heç biri yoxdur. Azərbaycan var və eyni zamanda Ukrayna prezidentinin də bu regiona ilk və elə son səfəri də Azərbaycan olub. Söhbət Zelenskinin səfərindən gedir. Bu nədən xəbər verir? Bu bir tərəfdən sizin də qeyd etdiyiniz kimi bu iki xalqın bir-birinə yanaşmasına bilirsiniz, Ukrayna ilə biz həmişə strateji tərəfdaş olmuşuq. Bəli. Rusiya imperiyasının tərkibində də, SSR tərkibində də, birinin tərkibində xalq olaraq, quberniya olaraq, digərinin tərkibində SSR respublikaları olaraq, indi də müstəqil dövlətlər olaraq biz strateji tərəfdaşıq və bizim bu strateji tərəfdaşlığımız doğrudan da stratejidir, təbiidir. Çünki Azərbaycan gözəl bilir ki, Rusiyanın müstəqilliyi nə qədər toxunulmaz olarsa, Ukraynanın nə qədər daha doğrusu suveren və müstəqil siyasət yeridə bilərsə, bir o qədər bu Azərbaycan üçün də əlverişlidir. Çünki Azərbaycan üçün bilirsiniz ki, vazkeçilməz iki anlayış var dövlət olaraq. Müstəqillik və suverenlik. Bu baxımdan son dərəcə əlverişlidir. İkincisi, bilirsiniz, ümumiyyətlə Azərbaycan bu savaş zamanında birincisi ortaya qoyduğu prinsipial mövqe ilə, ikincisi isə etdiyi xeyirxahlıqlarla MDB dövlətlərin hamısı üçün yenə də örnəkdir. MDB dövlətləri içərisində indi az öncə siz rəqəm səsləndirdiniz 40 milyon. Bu 40 milyon da sadəcə Azərbaycan dövlətinin göstərdiyi humanitar yardım. Başqa xətlərlə də yardımlar olub. Aydındır. Əlbəttə ki, görüş sonrası... Və bundan başqa Azərbaycan Ukraynanın torpaq bütünlüyü məsələsində son dərəcə prinsipial mövqe ortaya qoyub. Baxmayaraq ki, bizim Rusiya ilə deməli, qarşılıqlı fəaliyyətlə bağlı müttəfiqlik anlaşmamız var. Bu anlaşma mövcud ola-ola biz Ukraynanın torpaq bütünlüyü məsələsində heç zaman prinsipial mövqemizdən bir addım belə geri çəkilməmişik.